Salam, hörmətli izləyicilər. Mən Toz rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Ramiz Həsənov. Bu video çarxı Toz rayonunun Yuxarı Üstüdə kəndindən çəkirəm. Bəli, burada bu gördüyümüz yol demək olar məktəbin yoludur. Yəni ki, Yuxarı Üstüdün kənd orta məktəbinin yoludur. Burada yol cəmsi 1, 2, 3, 4 metre yarımdır. Bu olmalıdır 6 metre. Lakin Yuxarı Üstüdün Belediyesinin necə deyirlər, sələnkarları ucundan bu yolu belə mənimsəyiblər. Galiba bu gördüyüm sahəni belediye tərəfindən satılmıştır. Həmin məhəllə alan, həyət yanı torpaq üçün alan sahibkar da burada 3 metre yolu zəbt eləmişdir. Bəli, burada əgər bir maşın keçərsə də digər maşına görə yol verilməz olur. Bu da kənd cəmaatının, kənd sakinlərinin böyük narazılığına səbəbkardır. Bu da ona görə ki, bəli, baba, bu gördüyünüz məktəbi mən indi göstərəcəm sizə. O köz da basıb bir yandan, hərə bir yandan. Bəli, bugünkü gündə də məktəbdə də təmir işləri gedir. Bu təmir işlərlə asla olmayaraq burada mən giderim, hatta ikinci bir şəxsin yetməyinlə əlaqədar. Bəli, gördüğünüz məktəbdir. Məktəbdə təmirlər gedir, bəli, köz basıbdır. Burada yüzü demək olar ki, nə belediye, nə icra nümayəndəsi, nə də məhəllə yerləri bu közü təmizləmirlər ki, insanların hər belə keçdiyinə hörmət atıldıran təşkilə sədri Ramiz Həsənov.